Salam, hər vaxtınız xeyir əziz şagirdlər. Hər birinizi xoş gördük. Bilirəm ki, bir çox şagirdlərin feil mövzusunda çətinliklər var. İstədim ki, öz hazırladığım 10 sualdan ibarət feil testlərindən birinə nəzər salaq. Amma ilk öncə suala özünüz baxıb doğru cavabı tapıb tapmadığınızı yoxlaya bilərsiniz. Rəylərdə də yazmanız maraqlı olardı. Elə isə izahına keçək. Deməli, burada soruşmuşam ki, cümlələrin birində qayıdış növdə hissəciklə işləmiş feil var. Deməli, nəyi axtarmalıyam? Qayıdış növü axtarmalıyam və hissəciklə işlənən feil. Hissəcik dedikdə nə nəzərdə tutulur? Yəni idiymiş isə hissəciklər. İndi baxaq. Anidən nəzərlərinin dikildiyi yerdə gözünə bir qaraltı görünür. Deməli, burada qayıdış növ feillərimiz var. Görünür də qayıdış növdür, şəkilçimiz də var. Həmçinin nəzərlərinin dikildiyi. Bu da həmçinin nəzər öz-özünə dikilir, ona görə qayıdış növdür. Amma hissəcik işlənmədiyi üçün A variantını çıxırıq. Yəni burada idiymiş hissənin heç biri yoxdur. Bu feil sifətdir. Bu isə təsriflənən feildir. Keçən ildən qalan mükafatı nəhayət ki, bu il təqdim edilmişdi. Burada təqdim edilmiş sözünə baxsaq, nə təqdim edilmişdi? Mükafatı. Deməli, burada mübtədası olduğu üçün və mükafat öz-özünə təqdim edilə bilmədiyi üçün, kimsə tərəfindən təqdim edildiyi üçün biz bunu məchul növ götürməliyik. Ona görə bu da çıxır. Amma burada hissəcik var bu arada, sadəcə qayıdış növ deyil. Nəhayət sular durulmuşdu, hər şey düzəlmişdi. Əksər şagirdlər əminəm ki, bunu seçib, amma burada incə bir məqam var. Deməli, durulmuşdu sözünə baxsaq, duru və durulmaq. Deməli, burada şəkilçi sanki var, az qalırıq qayıdış növ götürək. Amma duru sifətinə qoşulduğu üçün biz bunu qayıdış növ götürə bilmərik. Çünki feilin qrammatik məna növ şəkilçiləri feildən feil düzəldən şəkilçilərdir. Ona görə də bu artıq məlum növ olmuş olur. Eləcə də düzəlmişdi sözündə düz düzəlmək. Burada da al-əl şəkilçisidir, qayıdış növ şəkilçisi yoxdur deyə bu variantı çıxırıq. Nə qədər ora-bura baxınmışdımsa, baxmaq, baxınmaq öz-özlərində icra eləyir, şəkilçimiz də var, qayıdış növdədir və hissəciyimiz də var. Mış keçmiş zaman şəkilçisidir. Və keçmiş zamandan sonra qoşulduğu üçün bu idi hissəciyidir. Hətta bir hissəciyimiz də var. Bu da isə hissəciyidir. Şəxs olundan sonra qoşulub. Deməli, hissəciyimiz də var və qayıdış növdədir. Cavab B variantı olur. Y variantına da baxsaq, əsgər çəkməsini soyunsa da, burada soyunsa da qayıdış növ hesab olunsa da, amma isə hissəciyi deyil, şərt şəklidir. Ona görə də burada hissəcik yoxdur. Atılıb sözündə eləcə də hissəcik yoxdur yenə və davrandı sözündə də hissəcik də yoxdur, qayıdış növdə də deyil. Və beləliklə sualımızın cavabı olur D variantı. Kimlər doğru tapdısa, rəylərdə görüşək.